məclisidir, şeir qəzəl meydanı. Saqib meycanını gəzdir, atalım dünyanı. Yəni atar bu dünyanın işlərini sonuçta bir yarım saat, bir saat. Ver o meydan ki içincə bizi huşyar eləsin. Xab-ı qəflətdən alıb vaqif əsrar eləsin. Tuti-i ləhcə-i Davudə xiridar eləsin. Gəl muğamatı eşit fəhm ilə ver mənanı. Saqib meycanını gəzdir, atalım dünyanı. Vermemek olmaz eydir. Ben izah eyleyeyim. Ol ne senindir demelim. Ay aman aman. Bu günləri bizim bu zalda açıq deyərdim ki, dərs oldu. Hacı Aqil Məlkovun əməkdar incəsənət xadimi ustadımız bizim. Burada çox gözəl bir anlaşma oldu tələbələrlə. Bir yerdə həm tələbələrimiz oxudu, həm biz oxuduq, həm ustad bizə qəzəllərin deyərdim ki, mahiyyətini bizim üçün aşıladı, açdı o qəzəlləri. Bu görüş bizim üçün və bizim tələbələr üçün çox faydalı oldu və mən Hacı Aqilə buradan
ustadıma təşəkkür edirəm. Əziyyət çəkib və sizin kollektivə təşəkkürümü bildirirəm. Bir daha deyirəm, xoş gəldiniz. Bugün mənim üçün çox əlamətdar bir gündür. İlk dəfə mən Xan kəndindəyəm. Özdə çox gözəl bir tədbirdə Qarabağ Universitetinin İncəsənət kafedrasının tələbələri, müəllimləri kollektivi ilə birlikdə Mədəniyyət üzrə Elmi Mərkəzin təşkil etdiyi bu gözəl tədbir bütün iştirakçıların xoşuna gəldi, mənə elə gəlir və çox gözəl, yəqin ki, bunun faydası olacaq. Tələbələr iştirak etdilər. Biz onlara musiqinin, Azərbaycan muğam musiqisinin böyüklüyündən, əzəmətindən söhbət açdıq. Gözəl musiqilər ifa olundu, muğamlar ifa olundu. Bizim hörmətli xanəndələrimiz ki, burada müəllim işləyirlər artıq. Kafedra müdiri artist Əbuhi İbayev başda olmaqla gözəl bir tədbir keçirildi. Mən də məmnun oldum bundan. Aşıqda təqsir yoxdur, eşq özü dilləndirir. Aqildə təqsir yoxdur, onu eşq dilləndirir.